ən güclü adamlardan biridir bax bu. Bəli. Görək saxlaya biləcək yoxsa yox. Ne kadar? Qoş vaxtı 3 dəqiqə. 3 dəqiqə. Videonu kəsməyəcəm. Sona qədər gedəcək. Götürdü. Belə saxla. Ay, aşağı sal. Ha, belə. Saxla. Görək gücü satacaq yoxsa yox. Mən inanıram ki, o saxlayacaq. Yəni bu insanda nə var deməli? Fiziki güc. Bu insanın beyninə çatmır ki, yəni artıq yəni pəs etmək lazımdır. Elə bir şey yoxdur bu insanda. Necə deyim? Potensial nə deyim? O düşüncə tam oturmur bunun beyninə ki, artıq pəs etmək lazımdır. Siqnal çatmır. Baxaq. Nə qədər oldu? 38 saniyə. Canavar kimidir maşallah Semka. Artıq 1 dəqiqə yekunlaşdı. Qaldı 2 dəqiqə. Nə hiss edirsən? Heç nə. Mən deyirəm, bu adamın beyninə çatmır ki, mən yorulmuşam, pes etmək lazımdır. Qolun uzadın ağrımır. Yox. Ya, Əl vurma, toxunma dostum. Onu psixoloji olaraq ola bilər ki, nəsə incidəsən. Nə oldu ki olansın? Bütün respublika səndən danışır. Mənə variant gəlmə. Gərək şey eləyədi. Mənə variant gəlmə, Semka. Sıçtı Allah sıçtı. Hadi sürüşdü də. Eybi yox, Semka. Deməli, dostlar, burada nə var? Bax, təqdim eləyə zəhmət olmasa. Bax, bu gördüyünüz halqanı, bunu aç qoya həmişə. Eybi yox, nəysə. Bax, belə. 20 saniyə dayansa əgər, bax, bu formada. Yerə düşmədən. Bax, bu formada 20 saniyə dayanmaq lazımdır. Nəsə, qoyaq kənara. Mən dayana bilmirəm, dostlar. Amma dayanan adam var da. Sonra, gəl bura. Bax, bu gördüyünüz topu diskin üzərində elə fırlatmalısınız ki, digər qaşığın üzərində gəlib dayanmalıdır. İndi məndə düşdü də, yəni vallahi eləmişik bunu da, andıl Allaha. Burada pləkan var. Çıxıb 5-ci pillədə dayanmalısınız. Gördüyünüz turnikdən 2 dəqiqə yarım sallandınız 10 manat, 3 dəqiqə 20 manat. Çəki daşın saxlamaq lazımdır, 3 dəqiqə 30 manat. 2 dəqiqə yarım 5 manat. Bu külçəni dəlikdən çıxarmaq lazımdır. 10 manat mükafat. Və burada peçeni